Xalqımızın əziz bayramlarından olan Novruz bayramı münasibətilə paytaxtda müxtəlif tədbirlər keçirilir. Novruz bayramı münasibətilə paytaxtın Binəqədi rayonunda Türk dilli xalqların Novruz festivalı keçirilib. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz ümumxalq bayramı kimi hər il Binəqədi rayonunda müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Rayonun Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında keçirilən Türk dilli xalqların Novruz festivalında rayon rəhbərliyi, millət vəkilləri, Türk dilli dövlətlərin ölkəmizdəki səfirləri, Türkiyəli şair Camal Safi, Türk yazar Mehmet Ercan, rayonun icra strukturlarının və hüquq mühafizə orqanlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Türk ulusunda ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqud bayram münasibətilə bütün Türk xalqlarını təbrik edib, yeni ildə ölkəmizə bol ruzi bərəkət və əminamanlıq arzulayıb. Bahar qızı isə qonaqları bərəkət rəmzi olan duz çörəklə qarşılayıb. Qədim ənənələrimizin canlandırıldığı şənlikdə bayram tonqalları qalanıb. Rayon rəhbərliyi və qonaqlar Novruzun özünə məxsus xüsusiyyətlərini və adət ənənələrini əks etdirən eksponatlarla tanış olublar. Bayram tədbirində rayonun təhsil və mədəniyyət müəssisələrinin kollektivləri tərəfindən hazırlanan müxtəlif milli oyun və folklor nümunələri nümayiş etdirilib. Milli plov festivalında isə mətbəximizin şahı sayılan plovun müxtəlif növləri iştirakçılara təqdim olunub. Tədbir çərçivəsində bayram yarmarkaları da təşkil edilib. Parkın bir tərəfində isə yeniyetmə və gənc idmançılar müxtəlif idman nümunələri ilə çıxış ediblər. Parkda qurulan Türk dilli dövlətlərə məxsus çadırlarda hər bir ölkənin milli mətbəxləri, adət-ənənələri tədbir iştirakçılarına təqdim olunub. Həmçinin bu ölkələrin milli Novruz ənənələrinin nümayiş olunduğu çadırlarda sərgilənən kompozisiyalar bütün Türk xalqlarının ortaq dəyərlərini nümayiş etdirib. Türk dilli xalqların Novruz festivalında çıxış edən Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İskəndərov bildirib ki, qədim el bayramı olan Novruz yeni ilin ilk baharın, sevginin, sülhün, qardaşlığın və dostluğun bayramıdır. Türkiyə İşbirliyi və Koordinasiya Şurasının Bakı nümayəndəliyinin rəhbəri Mustafa Haşim Polad, Türkiyəli yazar Mehmet Ercan və tanınmış türk şairi Camal Safi Novruz bayramı münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıblar. Sonra bayram tədbiri Respublikamızın və digər türk dilli ölkələrin tanınmış incəsənət ustalarının ifasında təqdim olunan geniş konsert proqramı ilə davam edib. Qarabağ atları ilə meydanda dövrə vuran cəngavərlər üç rəngli bayrağımızı dalğalandırıblar. Tədbirdə tanınmış incəsənət ustalarımızın, eləcə də Türkiyə və Qazaxıstandan dəvət olunan sənətçilərin ifasında bir-birindən gözəl xalq musiqilərimiz Novruz mərasimlərini, milli birlik və həmrəyliyimizi tərənnüm edən nəğmələr səsləndirilib.